6 nömrəli liseydə uşaqların beynəlxalq müdafiəsi gününə həsr olunan tamaşa nümayiş olunub. Tamaşa uşaq yazıcısı Sevinç Nuru qızının Melisa nağıl piyesi əsasında səhnəyə qoyulub. Çəhrayı Gəlincik haqqında yazılan əsərin tamaşası liseyin 1C sinifinin şagirdləri tərəfindən ərsəyə gətirilib. Şagirdlər müxtəlif obrazlarda çıxış edərək öz bacarıqlarını nümayiş etdiriblər. Tamaşanın 1-ci sinif şagirdləri üçün ilk tədris ilinin başa çatmasına təsadüf etməsi rəmzi məna daşıyır. Məktəb təkcə bilik vermir, məktəb hər bir şagirdin bir şəxsiyyət kimi formalaşması, onun Azərbaycan vətəndaşı olaraq milli mənəvi dəyərlərə sadiq qalaraq yetişməsi, tərbiyə olunması bizim əsas məqsədlərimizdən biridir. Təsadüfi deyil ki, bugünkü tədbir də elə beynəlxalq uşaqların müdafiə gününə həsr olunub. Düşünürəm ki, bugün bu uşaqların, birincilərin ifasında bu tamaşa çox seviləcək və kitaba, Melisaya, ümumiyyətlə uşaq ədəbiyyatına olan diqqət, sevgi artacaq.